Baxın, bugün bizim ailə qalalarımız, saadət ocağımız dediyimiz ailələrimizdə çox təəssüf ki, boşanmaların sayı artmaqdadır. Və təbii ki, yalan da bu məsələdə yan keçməyibdir. Ən azından biz belə deyək, artıq 10 ilə yaxındır, artıq bu ay 10 ilə demək olar tamam olur ki, sizlə bir yerdə burada Allahın izinə xidmət göstərməyə çalışırıq, az da olsa. Və bu 10 il ərzində biz 6 nəfər imam olaraq, mən düşünürəm ki, onlar da bu sözümü təsdiqləyərlər, heç bir zaman iki tərəf, problem yaşayan tərəflər arasında maddi çətinlik sıxıntısının üzündən mən boşanıram deyə müraciətə gələn görmədik. Nə üzrə oldu bu problemlər? Ancaq mənəvi boşluqlar üzərində oldu. Bir xanım görmədim desin ki, bu kişi evə aylıq pul qazanmır, maaşı azdır, mən boşanıram. Bu boşluqların əksəriyyəti mənəvi boşluqlar üzərində oldu. Güvən, güvənsizlik, etimadsızlıq və təbii ki, işin içərisində yalan varsa, o işte tövbə etməsə bir gün gəlir ailə işığının sönməsini gətirib çıxardır. Nəticə etibarilə bir ailənin mənəvi, maddi işığı